Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kütləvi idman yarışlarına yekun vurulub. Ümumi təhsil müəssisələrinin əməkdaşları arasında təşkil olunan, eləcə də sağlam həyat tərzinin təşviqi, həmkarlar arasında birlik və komanda ruhunu formalaşdırmaq məqsədi daşıyan turnirin bağlanış mərasimində basketbol, voleybol, dama, mini futbol, stolüstü tenis və şahmat idman növləri üzrə həm komanda, həm də fərdi olaraq nəticə göstərən iştirakçılar mükafatlandırılıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə turnirin təhsil cəmiyyəsində idman mədəniyyətinin inkişafına və müəllimlər arasında sosial bağların möhkəmlənməsinə töhfə verdiyini söyləyib. Biz 2004-cü ildən başlayaraq Ulu Öndərimizin anadan olmasının dönmə əlaqədə olaraq təhsil işləri arasında idmanın bir neçə növü üzrə ənənəvi yarışlar təşkil edirik. Bu il həmin yarışlardan şahmat yarışı Respublika üzrə təşkil olunmuşdur. Əsas məqsədimiz təhsil sahəsində çalışan müəllimlərimizin gərgin zehni əməkdən sonra onların asudə vaxtının daha səmərəli təşkil edilməsi, daha çox idmanla məşğul olmaq, daha çox gümrah olmaq, daha çox sağlam olmağa xidmət etməkdir. Hesab edirik ki, idman sağlamlıqdır, idman hər birimizə lazımdır, sağlam bədəndə sağlam ruh olar. Xatırladaq ki, iştirakçılarla yanaşı hakimlər heyəti də yarışların şəffaf və yüksək səviyyədə idarə olunması səbəbilə təltif olunublar. Mərasimin sonunda isə xatirə şəkli çəkdirilib.